Şok xəbər. Təqaüdçülərin cibinə göz dikiblər. İşləyən pensiyaçılar diqqət. Sizin aylıq ödənişləriniz 1/3 azalacaq. Bəli, düz eşitdiniz. Bu bizim yaşlı nəslimizin başına gətirilən növbəti haqsızlıqdır. Mən sizin hüquqlarınızı müdafiə edən bir hüquqşünas olaraq bu xəbəri eşidəndə içimdə bir qəzəb, bir ağrı hiss etdim. Necə ola bilər ki, bu dövlət illərlə öz ömrünü, gəncliyini bu torpağa həsr etmiş insanlara bu cür münasibət bəsləsin? Hər birimiz bilirik ki, bugün pensiya yaşına çatmış insanlarımız, bizim ağsaqqallarımız, ağbirçəklərimiz bu dövlətin bünövrəsini qoyanlardır. Onların əllərinin zəhməti, alınlarının təri ilə bu ölkə bugünə gəlib satıb. 30 il, 40 il, bəlkə də 50 il bu vətənə xidmət edənlər. Sizin hər birinizin qabar bağlamış əllərində bir tarix, bir vətən sevgisi yatır. Siz kəndlərdə tarlaları becərmisiniz, şəhərlərdə, zavodlarda işləmisiniz, məktəblərdə uşaqlarımıza elm öyrətmisiniz. Hər biriniz gecələr yuxusuz qalıb, əlacsız vaxtlarda belə ailənizi dolandırmaq üçün əlavə işlərə can atmısınız. Yoxsa bu dövlət pensiya adı altında verdiyi o cəmi bir neçə 100 manatla sizin dolanışığınızı təmin etdiyini düşünür. Nəyə görə bu yaşda belə biz işləməyə məcburğa insanlar? Niyə bizə sahib çıxmırlar? Sizə də bu cür hallar rast gəlibmi? Bəlkə sizin qohum əqrabanız arasında, qonşularınız arasında belə ağır həyat yaşayanlar var? Öz hekayənizi bizimlə bölüşün. Mütləq aşağıdakı şərhlər hissəsində yazın. Neçə il işləmisiniz, hansı çətinliklərdən keçmisiniz? Qoy hamı bilsin. Əzizlərim, bu cür vacib qanun dəyişikliklərini, hüquqlarınızın müdafiəsini qaçırmamaq üçün kanala abunə olmağı unutmayın. Hər yeni məlumatı ilk siz biləcəksiniz. Çünki bu cür məsələlərdə məlumatlı olmaq sizin ən böyük silahınızdır. Əvvəllər biz bilirdik ki, əmək pensiyası iki əsas hissədən ibarətdir. Baza hissə və sığorta hissəsi. Dövlət Sosial Müdafiə Fondu, DSMF, hər ay bizə məbləği hesablayıb göndərərdi. Bəli, çoxları deyərdi ki, azdır, bəs etmir. Bazarda 1 kilo ətin, 1 kilo pendirin qiyməti ilə pensiyanın miqdarı arasında böyük fərq var. İnsanlar min bir əziyyətlə, bəzən borc xərclə dolanırdılar. Amma heç olmasa bir sabitlik var idi. Bir ümid var idi ki, bu pul bizim haqqımızdır, zəhmətimizin bəhrəsidir. Kasıb küsür yaşasaq da bilərdik ki, bu pulumuz var. Çoxları öz pensiyasını ya övladlarına kömək etmək üçün istifadə edirdi, ya da kənddəki evinin təmirinə xərcləyirdi. İndi isə tamamilə fərqli bir senari ilə üz-üzəyik. Qapalı kabinetlərdə, qaranlıq otaqlarda elə bir yeni müddəa irəli sürürlər ki, bu bizim minlərlə işləyən pensiyaçımızı böyük bir çıxılmaz vəziyyətə salacaq. Bu yeni qanun layihəsinə görə, hansı ki hələ ki rəsmən qəbul olunmayıb, amma arxa qaplarda intensiv şəkildə müzakirə olunur, İşləyən pensiyaçılarımızın pensiyasının baza hissəsi %30% azaldıla bilər. Bəli, bu elə bir ədalətsizlikdir ki, hətta düşünəndə insan dəhşətə gəlir. Təsəvvür edin, siz gecə növbəsində mühafizəçi işləyirsiniz, ya da süpürgəçi olaraq küsələri təmizləyirsiniz. Ayda cəmi 200-300 manat əlavə qazancınız olur. Bu pul nəyə çatır? Dərmana, nəvə nəticəyə bir qəpik verməyə, evə 1-2 növ ərzaq almağa. İndi isə bu qazancınıza görə sizə xoşbəxtlik məktubu gələcək. Hansı ki, bu məktubda sizin pensiyanızdan kəsilən məbləğ barədə xəbər veriləcək. Hətta qeyri-rəsmi, bəzən 1-2 saatlıq işə görə belə geriyə doğru, yəni əvvəlki aylara görə, hər ay üçün 300 manata qədər cərimə tətbiq oluna bilər. Və ən pis tərəfi odur ki, inspektorlar artıq bütün müəssisələrdə işçilərin siyahısını yoxlamağa başlayacaqlar. Bu o deməkdir ki, heç kim bu vəziyyətdən sığortalanmayıb. Bu bizim pensiyaçılarımıza qarşı edilən 2 qat zərbədir. Bir tərəfdən dövlət pensiyaları artırmır, digər tərəfdən işləyənlərin əlavə qazancını belə onların əleyhinə çevirir. Kimlərdir bu vəziyyətdə risk altında olanlar? Əsasən, əmək müqaviləsi olmadan işləyən pensiyaçılar, yəni gecə mühafizəçiləri, təmizlik işçiləri, bazarda kiçik ticarətlə məşğul olanlar, kəndlərdə fərdi təsərrüfatında məhsul yetişdirib satan nənələr, babalar. Yəni bir sözlə, cəmiyyətimizin ən həssas təbəqəsi. Maraqlıdır ki, dövlət eyni zamanda bəzi kateqoriyalar üçün pensiyaların artırılmasından danışır. Məsələn, kənd təsərrüfatında uzun illər çalışanlar, DSMF-yə müntəzəm sığorta ödənişləri edənlər, bəzi xüsusi xidmətləri olmuş şəxslər. Amma indi görürük ki, bu artımlar belə işləyən pensiyaçılara aid olmayacaq. Yəni, bir tərəfdən deyirlər artırırıq, digər tərəfdən gizlincə, qapalı kabinetlərdə sizin əlinizdən alınan pulların miqdarını hesablayırlar. Bu necə ədalətdir ay cəmaat? Bizim ağbirçək nənələrimiz, ağsaqqal babalarımız hansı günaha görə bu cür əzablara düçar olmalıdırlar?
Onlar ki, bu dövlətin varlığı üçün, sizin gələcəyiniz üçün, bizim hamımızın rifahı üçün öz ömrünü fəda ediklər. Təsəvvür edin, Nənə Həcər 75 yaşı var, Nənə Həcərin 4 övladı var, hamısı da öz ailəsi ilə Bakıda, Rusiyada, bəzən Türkiyədə işləyir. Amma Nənə Həcər özü də rahat dura bilmir. Hər səhər günəş çıxmamışdan durar, bağçada, bostanda işləyər. Topladığı göyərtini, yetişdirdiyi tərəvəzi aparar kənd bazarında satar. Ayda cəmi 200-300 manat qazanar. Bəs bu pul nəyə lazımdır? Nəvəsinə bir şokolad alsın, özünə bir ağrı kəsici dərman alsın, qaz pulunu ödəsin. İndi deyirlər ki, bu cür əlavə qazancına görə onun pensiyasını da kəsəcəklər. Ayıb deyilmi? Bu bizim ağbirsək nənələrimizin, ağsaqqal babalarımızın halıdır. Onlar bütün ömrünü bu vətənə, bu torpağa həsr ediblər. Niyə bu yaşda onları belə ağır durma salırıq? Ya da baba Əli 68 yaşı var, kolxozda 35 il işləyib. İndi Bakıda övladlarının yanında qalır. Uşaqları onun pensiyasına ümid bağlamır. Amma baba Əlinin qüruru var. İstəmir ki, hamısı övladlarının boynunda qalsın. Ona görə də bir bağda gecə mühafizəçisi işləyir. Ayda 150 manat əlavə qazanc götürür. Övladları bilmir, demir onlara, amma özünə bir-iki şey alır, nəvələrinə balaca hədiyyələr edir. İndi deyirlər ki, bu işə görə onun pensiyasından 100 manat kəsiləcək. Bu necə adekvatlıqdır? Bu, baba Əlinin şərəfini, ləyaqətini sındırmaq deməkdir. Bu yaşda bir insanın əlavə işləməsi əslində dövlət üçün bir utanc olmalıdır. Bu, o deməkdir ki, dövlət öz vətəndaşının, öz ağsaqqalının layiqli pensiya ilə yaşamasını təmin edə bilmir. Əksinə, belə bir vəziyyətdə onlara kömək etməyə əvəzinə, onların sonuncu ümidlərini də əllərindən alırlar. Bu insanlar bu dövlətə 80 il, 90 il veriblər. Bəs bu dövlət onlara nə verir? Mənə yazın, sizə də bu cür hallar rast gəlibmi? Bəlkə sizin qohum-əqrabanız arasında, qonşularınız arasında belə ağır həyat yaşayanlar var. Öz hekayənizi bizimlə bölüşün, aşağıdakı şərhlər hissəsində yazın. Bəlkə sizin hekayəniz bu vəziyyəti dəyişməyə kömək edər. Biz sizinləyik. Bəs bu vəziyyətdən necə çıxmalı? İlk növbədə panikaya düşməyin, amma diqqətli olun. Birincisi, heç bir sənədi imzalamayın. Heç bir bəyanatı təsdiqləməyin, əgər onun məzmununu tam başa düşmürsünüzsə. Hər hansı bir sənəddə imzanızı qoymazdan əvvəl mütləq oxuyun. Başa düşməsəniz, kimdənsə soruşun. Daha yaxşısı, bir hüquqşünasla məsləhətləşin. İkincisi, əmək kitabsanızı, DSMF-dən pensiya təyin olunması barədə arayışları, bütün əmək haqqı və sığorta ödənişləri ilə bağlı sənədlərinizi bir yerə toplayın. Hər bir sənədinizin bir nüsxəsini özünüzdə saxlayın. Elektron formada da skan edib qeyd edin. Üçüncüsü, əgər sizə hər hansı bir xoşbəxtlik məktubu gələrsə və ya iş yerinizə yoxlama gələrsə, dərhal mütəxəssis hüquqşünasla məsləhətləşin. Özünüzü müdafiəsiz hiss etməyin. Bu məktubların qanuna uyğunluğunu yoxlatmaq çox vacibdir. Bilin ki, qanunda geriyə doğru qüvvəyə malik olan qərarların qəbulu xüsusi hallarda mümkün olur və bu məsələnin ciddi hüquqi əsasları olmalıdır. Dördüncüsü, əgər işləyirsinizsə, çalışın ki, əmək müqaviləsi ilə işləyin, hətta qısa müddətli olsa belə. Bəli, bilirik ki, yeni qaydalar bunun üçün də problem yaradır, amma ən azından sizin hüquqlarınız rəsmi sənədlə təsdiqlənmiş olar. İşə götürənlərinizlə danışın, vəziyyəti izah edin. Bəzən bəzi müəssisələr işçilərini itirməmək üçün bu cür hallarda əmək müqaviləsinin şərtlərini dəyişməyə razı olurlar. Beşincisi, DSMF-nin yerli şöbələrinə, icra hakimiyyət orqanlarına, bələdiyyələrə müraciət edin. Onlardan rəsmi izahat tələb edin. Müraciətlərinizi yazılı şəkildə edin və mütləq cavab tələb edin. Bu cür müraciətlər həm də sizin sonrakı hüquqi addımlarınız üçün sübut ola bilər. Ən əsası isə bu cür məsələlərdə heç vaxt tək qalmayın. Qohum-əqraba arasında məsləhətləşin, bizim kanalı izləyin və lazım gələrsə mütəxəssis hüquqşünasa müraciət edin. Biz bu cür haqsızlıqlara qarşı birlikdə mübarizə aparmalıyıq. Biz inanırıq ki, ədalət hər zaman öz yerini tapacaq. Amma bu ədaləti qazanmaq üçün mübarizə aparmaq lazımdır. Səsimizi ucaltmaq lazımdır. Bizim yaşlı nəslimiz bu cür haqsız qərarlara layiq deyil. Onlar öz gəncliklərini, sağlamlıqlarını bu torpağa fəda ediblər. Onlar evlərinin, ailələrinin ağsaqqalı, ağbirçəyi, dayağıdırlar. Bu dövlət onların dəyərini bilməlidir. Sonda isə sizə bir sualım var, əziz izləyicilərim, əziz ağsaqqallarımız, albirçəklərimiz. Siz necə düşünürsünüz? Bu cür addımlar bizim yaşlı nəslin qürurunu sındırmırmı? Bu məmurlar doğrudanmı düşünürlər ki, siz gecə növbəsində keşik çəkirsiniz, ya da süpürgə tutub küçələri təmizləyirsiniz, bu dövlətə yox, özünüzə zərər edirsiniz?
Cavablarınızı şərhlərdə gözləyirəm. Hər birinizin fikri bizim üçün dəyərlidir. Birlikdə güclüyük.